Hamıya salam uşaqlar. Bugün sizlərlə bir yerdə posta paylaşmışdım ki, yəni tozun yığılış qaydasını göstərəcəm. Yəni 07-nin üstündə olan toz kimi yığacam. Hansı tropiklər göstərim bir də onu. Yəni elə bir toz yığmağı göstərəcəm sizə bu günlər. Tək şotka falandır, hər bir şey bu videoda olacaq. Yəni tozlu şeyli yerə çıxaq, tozlu deyirəm. Sonra artıq podium aşağı maşın getməsin, qaqaş. Hadi yəni belə bir toz yığılış göstərəcəm sizə. Yəni tək şotkadır, iminli belə bir tozdur, yəni göstərəcəm. Getdi yığmağa. F30'un üstüne yığacam. F30 alın, F30 burada. Getdik. Bax bu 1900'lüyü götürürsünüz. Bunu belə elədiniz. Hop işte bunu belə elədiniz. Uzadırsınız. Ya bilənlər bu videoya baxmasın. Bilənlər bu videoya baxmasın. Bilməyənlər baxsın. Çünki burada yəni balaca uşaqlar da var. Toz yığmaq istəyirlər də maşınlarına video görsənsin arkadaşlarım. Sizin maşını. Ona görə toz yığmağı göstərirəm. Bunu elədiniz belə. Biraz belə eləyirsiniz. Biraz belə içəri eləyirsiniz. Bunun şəffaflığını azaldırsınız. İşte belə elədiniz, azaldırsınız. Sonra başdan toz yığma bildiniz, mən bilin. Neyse ki, o birisi toz effektini eləmək. 6000'lik var ya bu. Bunu götürdünüz. Belə elədiniz. Gəldiniz qoydunuz bunun altına. Və bunu hansı maşın üstünə eləyəsiniz? Bunu maşının rəngində eləyin. Maşının rəngində olmayanda bir ədəbi görsən, o da pis qalır. Bax. Elədiniz də belə. Bunu ağ eləsəz qara oxşayacaq. Bunu qara eləyin. Qara eləyin, biraz da belə eləyin ki, ideal olursun. Məsələn, getdik. Bunu kopyaladınız, bax çevirirsiniz, bax bir dənə belə eləyirsiniz. Ağ eləyirsiniz ki, bilinsin ki, hara qoyursunuz da bunu. Belə elədiniz. Bunu gətirirsiniz bu pəncərənin tinindən. Qara elədiniz də bunda. Bunu da biraz belə yəni görsənsin. Hopş. Belə oldu gördünüz. İndi bunu kopyalayıb 3 dənə vinildən yəni toz yığmağı öyrədirəm də kopyaladınız. Bunu gətirdiniz bura. Bunun nətəlini qoyarsınız bura. Bunu çevirirsiniz bu belə. Çevirdiniz. Qoyulan yerindən düşürsünüz aşağı. Görüm indi o tondan bu ton eynidir. Evet abi, evet eynidir. Hamısı eynidir. İndi qabağa da əgər maşının yəni üst kapot arxadan 07'də kimi bunu kopyalayırsınız. Kopyaladınız, gətirirsiniz bura. Bax, arxaya gedir. Gətdiniz bura, təzədən bunu vurdunuz. Bunu vurdunuz. Üstündən bu qaranı götürdünüz. Mən də bunu siləcəm deyə başdan getdi eləmə. Siz bunun üstündə işləyin. Bax bunu gətdiniz, çevirdiniz. Bax belə qoydunuz. Bura üst altına. Təzədən kopyaladınız. Üstünə vurdunuz. Üstünə vurdunuz, yəni gördünüz, yəni toz effekti alındı. Əgər üstünə barmaqla yazılmış yazı kimi istəsəz maşının üstünə. O 07'nin üstündə menü falan var. Elə bir şey. Bax buraya yazırıq. BMW Killer. Killer nədir? Killer. Ha nəsə. Bax bunu bolduca da açırsınız. Bax gətirsiniz bunu ninja eləyirsiniz. Bunu özünüzə qalıb da bura nə yazırsınız, nə yazmırsınız. Bunu belə də şəffaflığını azaldırsınız. Belə eləyin. Sizlə söyüş zad yazın, fuck you zad yazın burası. Bilmirəm də özünüzə qalıb. İndi girək oyunda yoxlayaq görək nətər tozu nətər oldu oyunda, yəni oyun içi görsən də. Gəldik bura.
Yəni oyun içində də baxın belə görsənir. Yəni bu tozun yığılışı. Yenə də deyirəm, bunları maşının rənginə görə uyğun eləyin. Və ağ maşının üstündən yığırsınızsa, bu birinci qoyduğumu qara eləyib şəffaflığını azaldın. Çünki belə ideal görsənir. Məsələn, maşının rənginə dəyişir. İndi gələk tək çotka yığmaq, tək çotka. Toz və üstünə də tək çotka. Yəni bilinsin ki, maşın yatmış maşında da. Gəldiniz bu yüzlüyü qoyursunuz. Bu rəngini əl vurmursunuz. Prosto ölçülərini eləyirsiniz. Ölçülərini elədiniz, bunu belə elədiniz. Bunun şəffaflığını ağ eləyirsiniz ki, üstünə qara tək çotka yığacaq çünki. Belə elədiniz. Bunu aldınız. Gəldi indi bura. Ha, bu arada maşının üstünə bunlardan da yəni maşının üstünə bundan da qoya bilərsiniz. Bax, təkərinin bu buralarına falan belə. Gəl onu da öyrədim. Sonra yazasınız ki, biri yığdım, biri qaldı. Bunu da qara eləyib şəffaflığını azaldırsınız. Yəni siz uzada da bilərsiniz. Belə nə boyda eləyib bura vura bilərsiniz. Yəni belə. Bu özünüzə qalıb. Məncə eləyin, çünki ideal durur eləyəndə. S-klass eləmişdim də, mən orada görmüşdünüz postda. Bax, bunu götürdünüz, bu 6000'lik bu mötərizəyə yoxşayan bir şey var. Bax, bunu getdiniz, qara elədiniz bunu. Uzadırsınız da nə qədər də özünüzə qalıb da uzatmamışsınız. Bax, bura getdiniz, qoydunuz o belə. Tək çotka, çotkanın tinindən qoyursunuz ki, bu tək çotkadır. Başlayanda tək çotka elə olur. Yaxşıdır belə. İndi bunu şəffaf qara rəngini əldə şəffaflığını azaldırsınız. Hazır belə eləyirsiniz. Kopyalayırsınız, qoyursunuz bu bura. İndi bunu da ölçüsünü dəyişirsiniz də. Getdiniz təzədən kopyalayırsınız. Qoydunuz bu bura. Bunu da. Yəni dediklərimi addım-addım hamısını eləsəniz, maşınınız ideal bir şey olacaq. Yəni. Sadəcə siz dediklərimi əməl eləyin və uygulayın. Vəsə. Nəsə bu qutarana qədər eləyirsiniz bunu, balalaşdırırsınız. Bax, indən yəni gördünüz, yəni şotka effekti alındı. Bunu götürdünüz, təzədən bu maşının qırağına vurduğumuz şey var idi. Bunu götürdünüz, azaldırsınız, gətirib düz burasına qoyursunuz belə. Yəni tutan tutdu bu temanı deməyəcəm. Tutan tutdu bunu. Bunu belə elədiniz. Vəsəm. Bir dəfə də girin oyunda yoxluyum. Göstərim də yəni nətər alındı, nətər alınmadı. Olsa mən bu hələ bu F30 yığma aşamasındadır. Bəlkə elə bunu toz yığdı. Baxın, yəni belə. Bu belə alındı. Qabağı da dediyim kimi eləsəz alınacaq. Şotkada baxın. Nə tərəf eləyim bunu? Baxın. Şotka da belədir, qıraqdan da belə görsənir, ideal. Bu da yəni HD loqomuzdur, palteləni göstərdim. Yəni belə oldu uşaqlar, sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.